Akşın dedi ki, yox, nəfəs məndən başqa heç kimdən oxuya bilməz. Ya birinci biz oxumuşuq axı. Tolik, bilirsiniz necədir? Məndə elə şey yoxdur. Akşındır, o birisi, bu birisidir. Ah, Hərə elə demə, geçsin, akşın. öz işi ilə Hə. məşğul olsun. Bax. Yəni, mənlik dördə bildiyin o şeylər durar, məsəl üçün, Sevgi xanım, hərəsinin özünün bir yeri var, hər gülün öz əti Düpbədüz. var. Məsəl üçün, indi, məsəl üçün, Nəfəs xanımla da mənim bir duetim var. Bilirəm, təzə başlayın duet. Məsəl üçün, indi... Təzə oxuyacaqsınız, düzdürmü? Nəfəs ilə, məsəl üçün, mən müğənniyəm də, mən sənətçi dostum. Təbii ki. Mən meyxana deyən deyirəm ki, yəni... Düpbədüz. Yəni, duram, nəfəsi, məsəl üçün, deyəm ki, sən kimlənsə oxuma, nə bilim, nəsə. Amma kimsə nəfəsə deyir ki, sən nüşün oxuyursan kimlənsə. Eşitmirsən bunu? Nüşün eşitmirəm. Yəni, deyirlər, sən niyə oxusan Pünhandan, elə mənlə oxu da. Yəni, mənlə oxu deyəndə, güya sən kimsən, nəçsən. Allah Taala bu səsi mənə verib. Bu istedadı mənə veribsə, kimlər ki o sözü deyir ki, sən kimlənsə oxuma, nə bilim, kimlənsə, nə bilim, bu mahnını oxusun, nə bilim, belə olar, elə olar. Yəni, qardaş, mən ürəyim istədiyi insanla da oxuyaram, ürəyim istədiyi insanla da oxumaram. Yəni, mənə kimsə bu sənətdə Tolik, yəni, kimsə gəlib mənə yol göstərə bilməz də bu sənətdə, ay Tolik bəy. Yəni, bunu demək istəyirəm ki, əziz insan, Tolik bəy, bu sənətdə yəni, kimsə gəlib göstəriş verəməz ki, sən bu mahnını oxu, bunu oxuma, kimsə kiməsə ola bilər. Mən nəfəsə deyə bilmərəm nəsə, onun öz fikridir. İndi kimin sözünə uyur, kimin nə bilim fikri ilə otururdurur, mən ona heç nə deyə bilmərəm. Yəni, deməkdə məqsədim odur ki, bu gün Nəfəs xanımla biz dostluq, münasibətimiz yenə yaxşıdır. Bu günləri desə, hansısa bir mahnını oxuyaram. Amma yəni, kiminsə sözünə uyub, yəni, məsələsində hansı mahnı gəlib mənlə məsələsində oxumasın, məsələsində efirət desin ki, mən çıxmıram. Yəni, o şeylər olmaz. Yəni, özün öz düşüncənlə, özün öz ağlınla özünü idarə elə də. Yəni, kiminsə... Amma məncə insanlar bəzən... Bax, mən sənə düşündüyüm... Mən bir şey unutqanlığı deməyək. Mən belə düşündüm ki, Nəfəs özü tekliyində populardır. Amma akşından ayrı düşəndə onun biraz ulduzu sönür və onu gedir orada tapır. Və ya da akşın onun beyninə yeridib ki, sən mənimlə duet oxumasın, kit oxumursan. Məncə o elə düşünür. Sən nə düşünürsən? Bir iki dəfə eşitdim burada efirlərdə Akşin məsəl üçün o duet barəsində məsəl atmaca atırdı, söz atırdı. Mən ona fikir vermirəm. Şədə sətir altı da belə nəsə deyirdi, mən ona baxmıram. Yəni, mən özümü heç vaxt aşağılamaram. Yəni, özümün səviyyəm var, özümün... Sənəti axı, bu musiqi, düzdür, yazır, musiqidən anlayışı var, amma onun başqa meyxanaçı, o meyxanaçısıdır, söz ustadıdır. Yəni, onun özünün öz kütləsi var, özünün onun ayrıca bir yolu var. Yəni, onun yoluna mən qatışa bilmərəm, nə də o mənim yoluma girə bilməz. Yəni, o ola bilməz. Çünki onun özünün sənəti başqadır, mənim sənətim başqa. Mən sırf xanəndəlikdən gəlmişəm, o amma meyxanaçıdır, indi özünə görə bir sevənləri var. Sadəcə biz həmişə çalışaq, bu sənətdə fərqi yoxdur, xanəndə olsun, müğənni olsun, meyxana deyən olsun, şair olsun. Yəni çalışaq bir-birimizi görəndə həmişə ürəklə görüşək, bir-birimizi görəndə sevərəkdən görüşək, bir-birimizin qədrini bilək, bir-birimizə dəyər verək, qıraq da baxsın, ibrət götürsün, heç olmasa yaşa dolanda gəlib deməsinlər ki, siz qırırsınız bir-birinizi.